Sen gönül. Kendine sen öyle. Amin. Bismillahirrahmanirrahim. İzâ câe nasrullâhi vel feth ve ra'ayten nâse yedhulûne fî dinillâhi afvâca tevvâb. Bismillahirrahmanirrahim. Seyeslâ nâren zâte lehebîn ve emretu hemmâleten letebîn fî cîdihâ hablun min mesed. Sadakallahul aliyyul azim ve saddaka ve ballaga resuluhu nebiyyul kerim ve nehnu ala zâlike mineşşâhidine ve اللهم نور قلوبنا بنور القرآن وكفر عنا اللهم بلغ وأوصل صواب ما قرأناه من كتابك الكريم وآياتك العظيم هدية منا واصلة لك إلى روح محمد المسلم وفاطمة الزهراء سيدة النساء العالمين سلام الله عليك والحسن المرحومين المحفورين المعروفين المنهيين لا سيما المرحوم المغفور شهدائنا المباركة حق نبينا وآله الطاهرين بحرمة السورة المباركة الفاتحة اللهم صل على محمد وآله صل على محمد وآل محمد السلام عليك أيها الشهيد ورحمة الله وبركاته اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وإلى روح المرحوم المغفور المعلوم هذا الشهيد مثل دارنا بالمنتشر حتى محمد الفاتحة Bizim körpe balamız buradadır. Adı nedir bizim? Aylin balamız 24 nömrə məktəbi şagirdidir. 24 nömrə məktəbi şagirdidir. Özün şehir hədiyyəsi var şəhidlərimizə. Buyursun Aylin, buyur deyir. Çatdı anama, mən qovuşdum cənnətdə, bu əbədi dünyama. Anam sağ dərdlərin üstünə dərd cavadı, ürəyində bir daha oğul dərdi qaladı. Çox sağ ol. Yenə var. Tökülür yanağına, iki şəhidin adı hək olub dodağına. Əvim satmır gözündən sirim axan yaşağı, ona təsəvvür olmur bu məzar daşı. Bizim Salihimiz kitablarında yer almışdı. Həmin şeirdə, kitabda yer alan şeirlərindən biridir. Və onu da məncə vurğulamalıyıq ki, həm də Salihin dayısı və ilkin şəhidlərimizdən bir şahra. Onun da
şad olsun. Allah bütün şəhid ailələrinin hər birinə səbir versin. Evdarımızın da ruhu şad olsun. Bütün Allah'ın günüdür. Cəmcəxan bizim uşaqların da şeiri var. Bizim uşaqların da. Mən yenə də demək istəyirəm ki, Salih bizim məktəbin məzunu olub. Yəni bu ayda artıq 3-cü məzunumuzdur ki, şəhidlər xiyabanına gəlirik biz. Yəni Nuriyev Salihin, Əhmədov Abdullahın, Cəfərov Cavidin, yəni bunlar 20-ci ildə, 2020-ci ildə bizim məktəbin məzunları olaraq deməli müharibəyə getmiş, 19-cu ildə məktəbi bitirmişlər. Müharibəyə getmiş və şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin. Analar sizin qarşınızda baş əyirik. Allah sizə səbir versin. Allah sizə səbir versin. İndi bu şagirdlər şeirlər söyləmək. Xudaydıq, Salih bizi oyatdı, xidmətə yola saldıq, şəhid oldu, qayıtdı, birdə oğul böyütdü, ansızın yel apardı, ürəkdə boran tufan, gözlərdə sel apardı. Oğul gərək mərd ola, qorxmaz ola, mərd ola, biz axı nə biləydik, həm fəxrəm dərd ola. Arzuna yetəndə gəl, düşmən tam itəndə gəl, Salih çoxdar xırıq, sətirlər bitəndə gəl. Sən cənnətin xatirinə səbir elə ki gün gəldi. O cənnətin qapısında oğlun səni gözləyəcək. Axır gözündən süzülər, hər damla yandırar məni. Sən ağ çəşməcə bu qədər, ahın odlandırar məni. Göy yüzündə quyuduların, dağ çəşmişəm sırasına. Allah necə qıydın axı, verdin dadın bəyəsini. Düşünmə ki, oldum sön, günəsə dönmüşəm ana. Bir oğuz torpağa dönüb, mən vətən olmuşam ana. Axtarma yollarda məni. Demə üzdə öz tufan olur, demə günüm göytəs olur. Xalanıb doldurur, sözünə qolmuşam ana. Axtarma yollarda. Çəkənmədim daha məzun, qırdım yarın könül sazı. Sevdiyim alagöz qızın naməsini almışam ana. Axtarma yollarda mənim, mərd yeridir meydan savar. Nə qəm elə, nə də talaş, bas yerimə bağrına da. Dağlarda qalmışam ana, axtarma yollarda mənim. Toy nişanı qismətin olmadı sənin, şəhərlik zirvəsi qismətin oldu. Özün fəda oldun vətən yolunda, ürəklərdə sönməz bir odun qaldı. Heç zaman yadından çıxartmaz səni, bu xalqın milləti necə ki vardır. Qanunla yazılan şanlı tarixi, millətin qürur rəsdədir. Vətən fardəsi, igidlik rəmzi, sönməz alovdur, batmayan günəş, əmin tarix yazdı şücayəti ilə. Yağının bağında yandırdı atəş, düşmənə qəzəbdir, dosta sevgi, sənin gözlərindən min məna donub. Daşdan bizə baxan baxışlarında arzu xəyalların gözündə qalıb. Allah hər bir doğru. Allah doğru. Sağ olun. Mehran'ın dediği şiiri el xalqı Yəni üzürlü hesab edir. Hətta uşaq ağladı orada, özünü saxlaya bilmədən ağladı. Mən sizə çəkim sonra. 3 də var, 2 də var. O müəllimlər, bu da onların müəllimləridir. bizim şəhidlər yaşadan bağları Allah necə deyim, uğurlu olsun, Allah can sağlığı versin, şeyin açılığı versin, Allah qorusun hər bir balanı. Balalarımıza da rəhmət edəsin. Bugün iki şəhidimizin ocağına yığışmış. Biri Eldağdı gecəsində.
Eldar bildiyimiz görə tibbi sahəsində elə bir səhiyyə işləyir, yəni o sahədə. Amma Salih Əsgərov, icazə versələr, indi oğlumla bir yerdə, bir sinifdə oxuduğuna görə mən biraz danışaram, sonra sözümü ümumiləşdirir. Bəzən insanlar görürsən ki, deyirlər, onun əleyhinə deyilir ki, bir o ruh yüksəkliyi yaratsın, sevinç yaratsın, nəsə belə fərəhli bir söz, o bir şey. Artıq mən 5 ildir ki, belə şeylərdən uzaq yaşayıram. Bəzən görürsən, deyirlər, mən qəhrəmanlığın nə oğlumun, nə şəhidlərin danmıram. Bilirəm ki, azad olmuş bir ruh və Allaha məxsusdur. Necə Allah Quran-ı Kərimdə buyurub ki, onlara heç vaxtı ölü deyilən bir sözü dilimizə gətirir. Onları, yəni bizlər bilmərik. Amma haradasa var, o varlıqda da onların orada ola bilsin hər şeylər. Yox olanlar və yoxa məhkum olanlar bizlərik, burada qalıb sürünürük. Bu payız günləri 5 il bundan qabaq Salih bugünkü gündə dəfn oldu. Elə Eldardır. Ondan sonra bax üzü bir yana soyuqlar düşə-düşə, qarlar düşə-düşə getdi. Bu daşların altında bu qədər xəyallar var ki, bu qədər ümidlər var ki. Amma vahid bir Azərbaycan deyilən bir anlam da var da, bir vətən deyilən bir şey de var. Mən bir dəfə demişdim, indi ola bilsin bir də deyərəm. Bu, sizin evlatlarınız qəhrəmandır. İndi o bir tərəfdə onu danan, onu anlamayan adam nə bilsin ki o kimi? Çünki onun dünya görüşü də o belə. Elə bir ağır işin öhdəsindən gəliblər ki, belə təsəvvür olunmaz bir şeydir. Onu 44 günü həll edirlər. Qoşun irəli gedib kimin hesabına? Salihin, Eldarın və digər şəhidlərimizin. Hansı ki, bizim şəhidlər xiyabanında saymışam, təxminən 6-7-dir deyəsən, 2002-ci il təvəllüdlü şəhidlərimiz var, yəni 18 yaşında. Ondan sonra da gəlir Bəxtiyar, Allah rəhmət eləsin ona da. Yəni, bu uşaqlar hamısı 18 yaşında şəhid olurlar. 18 yaşında bir qəhrəman, 30-35 yaşında, bəzən 40 yaşında nədir, kişilərlə yanbayan çiynə gedib, o Füzulinin çöllərində, o soyuq çöllərdə neyniyiblər, canlarını fəda ediblər vətənimiz üçün. Əlbəttə ki, bizim də nəyi gözləyirdik, onların qayıtmağını gözləyirdik. İndi bir gözümüz biraz fərəhlənsə də o bir gözümüz daim ağlayır. Daim fikir içindəyik, ondan sonra yaşlıyıq, üzüllük. Bizi kimsə qınamasın. O dərdi olmayan, o dərdi olan o anlaya bilməz. O bilməz ki, o nə çəkir, nə çəkir. Bəli, Azərbaycana görə, xalqımıza görə, millətimizə görə səbr etmişik, dözmüşük. Amma onu da bilsinlər ki, biz kədərli insanlarıq, qəmli insanlarıq, ürəyi dağlanmış insanlarıq, həsrət içində yaşayanlarıq. Biz hər şeyini itirmiş insanlarıq vətən yolunda. Arzusu ürəyində qalan bu gənc əskərin solmuş baharı vətən yolunda. Bu nakam talihin qısa ömrün adını şəhid yazdılar məzar daşında. Bu dünyasında çox az bahar görüb, onsuz aylar, illər çox qəmli ötüb. Bir payız səhəri gözlərin əbədi yumub, qopub ömrün yarpağı cavan yaşında. Hərdən onunla görüşürük rüyada. Deyir, bilirəm, yükün ağır oldu dünyada. Söz vermişdim, qaydacağam, yağışlar, qarlar yağanda. İndi bildim ki, bəzən yaşır yarpaqlar da, solarmış baharlarda. Məni bağışla ki, səni gözü yaşlı qoydum bu vəfasız yollarda. Dərdimlə səni də qocaqdım cavan yaşında. Şəhidimizin Bu mənim həm qardaş vardı, həm də şəhid vardı. Evlatlarına başsağlığı. Bu mənim qardaş Bu vardı. şəhidin də valideynləriniz 4 ay böyük qardaş vardı. Allah sizlərə də səbir versin. Mənim əzizlərim, çox danışmaq istəmirəm. Mənim qardaş vardı. Ki, bu bizim qəhrəmanlarımızdır. Bunlar nə iş görürlər, bunlar nə fayda veriblər bu xalqa, bu millətə və evlərinə hansı o həsrətləri gətiriblər, hansı ağrıları gətiriblər, acıları gətiriblər. Mən bir dəfə bir söz demişdim, mənə bağışlayın. Aşiqədən çıxmaq istəmirəm. Bir dəfə demişdim o ki, mən balama toy eləyə bilməm.
Toysuz bunlara da Yəni bu kifayət eləyər də mənim bu sözüm də ağrımızın nə qədər olduğunu, ürəyimizin yanmağının nə qədər olduğunu kifayət eləyər. Yenə mən durum elə başlayayım Azərbaycan, adama bir sözlər deyərlər. Elə də danışıram, belə də danışıram. Sənə mərd oğullar eləyər canını qurban, sən yer üzünün cənnəti sən Azərbaycan. Sən ey oğlumun tabutuna bükülən bayraq, bir daha yiyənmə səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan, qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmusan, Azərbaycan. Allah millətimizi, elimizi, obamızı qorusun. Mənim oğlumla Salih, demək olar ki, 9 il bir sinifdə oxuyublar. Eyni yaşdadılar, bir neçə ay bunların 4-5 ay fərqləri var. Salih də 18 yaşında, o da 18 yaşında olur. Burada bizim 20 yaşda, 25 yaşda, 30 yaşda, onlar bizi için hamısı körpələr sayılırlar. Biz onlardan doymamış bir insanlar. Biz nə gördük ki, nə yapdıq, nə yoxu gördük ki. Allah səbirlər versin, Allah vətəni qorusun, bir daha belə müharibələrlə üzləşməyin. Aydılarkən mənə qəmli baxıb getdi. O kədərli gözlərdə arzum, ümidim çıxıb getdi. Elə bilirdi, bir daha görüşməyəcəyik. Odur ki, mənə bir söz deməyib, susub getdi. Cavan ömrü yarımçıq qaldı torpaq üstə. Qəhrəmanım qayıtdı bayraq üstə. Elə bir şeydi, çox az qaldı yarpaq üstə. Bir günəş şüasıyla yox olub getdi. Heç bilmədim bəxtim gətirmədi nədən. Heyif ondan, heyif məndən. Küstüm talihimdən, düşdüm həvəsdən. Qəfil qopan bir küləkdən gül çiçəklər solub getdi. Bir anda bağlandı ayağım, əllərim. Ürəkdə qaldı şirin, xoş sözlərim. Qüssə kədərlə doldu gözlərim. Elə bir göz yaşı idi. Yanağımdan süzülüb getdi. Çox heyif, ayırdı yollar bizi. Necə də peşman etdi çöllər, dağlar bizi. Müsibətə düçar etdi ağır zamanlar bizi. Həvəslərim cavan yaşda gözlərin yumub getdi. Ay mənim dağ kimi görünüb, uşaq kimi ağlayan ürəyim. Ay mənim acı zəhərə dönmüş arzu diləyim. Ay mənim həsrətdə keçən günüm, ayım. Oğul qəmin çəkə-çəkə, qara saçlar da ağarıb getdi. Xoş günlərim, duyğularım, elə bil məndən Can. 4 yaşındaki bacılar kurban senin o sesini. Allah rəhmət eləsin, ağırdır, çox ağırdır. Amma mən bir ağda dedim ki, bu ağırlığın, bu dərdin, bu müsibətdən bir mərtərəzi atılsa belə, böyük bir qəhrəmanlıq sənnaməsi, qanla yazılan bir ad var. Şəhid. Onu Allah Teala'dan başqa kimsə bilə bilməz. Biz ümumi söhbət edirik, ümumi deyirik hər şeyi. Amma o elə bir məqam, elə bir rütbədir ki, biz oraya getməyincə, oranı görməyincə bizim bu girey-güzarlarımız dayanmayacaq, şikayətlərimiz dayanmayacaq. Ancaq bu fəallar, bu fədakarlar, bu qəhrəmanlar, bu cəsarətlər, bu qeyrətlər, bu namuslar torpaq üstündə millət üçün ölürlər, bu xalq üçün ölürlər. Bu xalq da bunları dəyərləndirməlidir, bu xalq da bunları ucalaşdırmalıdır. Necə ki, o görürsən gələndə şəhidlərimiz o vaxtı tanımadığımız minlərlə insanlar apışdı qapılarımıza. Hamısı görürsən ki, doğmaların görürsən ya yerdən götürəndə əllərində oldu, qalan vaxtı bu millətin, bu oğulların çiynində gəlib çıxıb bura dəfn olunub. Bunun özü xəbər verir ki, bu necə oğuldur, necə bu rəşadət göstərib. Allah sizləri qorusun, danışmaq çoxdur. Salihin dayısı Kamrandır, getdi, qayıdmadı. Allah rəhmət eləsin ona. Anası elə yolun gözləyə evlatları vardı, onu da istəyirdilər. O da qayıdmadı. Niyyət baba da Allah ona rəhmət eləsin. Bu yaxın illərdə dünyasını dəyişdi. Məclislərinə getmişik, Qubiyə gəlmişik. Abidə açılış elədi, o da bir həvəslə. İndi tapıntı vaxtı ki, bir neçə şəhidi gətirdilər. Ümid var ki, bəlkə Kamranı da tapıb gətirərlər. Onların orada da ruhları sakit olsun. Amma 2 dənə valideyn görürsən ki, bir ömür yaşadılar, evlatsın. Burada var bəzi şəhidlərimiz ki, o şəhidlərin də doğmaları nədir? İtkin düşür. Ən ağır dərddir. Mən insan tanıyıram, zəngin həyat yaşayıb. 2 oğlu olur, biri xəstə olur, biri sağlam. Onların hər şeyləri olur. O sağlam oğlu, o zirək, göyçək oğlu dənizdən çıxmadı cavan yaşında, 20-22 yaşında. O demişdi ki, o adamı qəni eləyərəm, hər şey verərəm o adama ki, mənim uşağımın meydini gətirsin, mən əlim torpağa tapşırım. Bax, o ailənin də süqutu elə onu ilə getdi, o da tapılmadı. Belə dərdlər, belə müsibətlər var. Yəni də ki, Allah izni verib də əllərimizlə gətirib dəfn eləmişik, ağlaya-ağlaya. Bəzən görürsən, sızıldaya-sızıldaya gəlmişik.
İzdiham var idi burada, bilirsiniz nə qədər insanlar var idi. İndi özümüzdən başqa bir də ictimaiyyət adamlar, anım günləri, mövludlarda gəlirlər. Bizim balaca dostlarımız var, bağça, məktəb. Allah onları qorusun, Allah onları salamat eləsin. Dünyaları müharibəsiz olsun. Niyə? Çox dəyər verdilər, çox böyüklərə dərs keçdilər onlar. Çox böyük adamlara dərs verdilər ki, baxın, bax belə olar vətənpərvərlik. Bu abidə yanında, məzar yanında şeir demək, onu hər uşaq da bacarmır, onun üçün. Bəzən görürsən dilləri topuq vurur, bəzən görürsən ki, dayandı, başladı hönkürməyə. Mən sizləri çox yormaq istəmirəm. Vətənimiz Azərbaycandır, Əmcə bacı. Bunun bir dənə adı var, Azərbaycandır. Siz də bunun qəhrəman analarından birisiniz. Bax, burada da bizim qəhrəman analarımız var. Allah sizə səbir versin deyirəm. Allah oğlumun və qardaşımın, ata-anamın yerini cənnət eləsin. İnşallah ki, onların məqamı da ucadır, onların mükafatı da alidir. Allah şəhidlərimizə rəhmət eləsin. Sözüm budur. Allah köməyimiz olsun sizlərə. Danışacaqsan. Əziz şəhid anaları, ürəyi yaralanır. 5 il bundan öncə sizin evlatlarınız 30 ildən çox əsarətdə qalan vətən torpağını qorumağa getdilər. Vətənə də ana demişik. Ana ilə vətən təndir. İnsan anasını nə qədər sevirsə, vətənini də o qədər sevir. Burada bu şəhidlər xiyabanında uyuyan evlatlarımız, şəhidlərimiz, körpə balalarımız, Əhməd qardaş dedi, neçə nəfər var ki 18 yaşında şəhid oldu. 18 yaşı nədir ki, ömrünün hələ təzə-təzə çiçəkləyən vaxtıdır insanın. 18 yaşında getdilər canlarını qurban verdilər vətən yolunda. Sizlərin yolunda, bizlərin yolunda. Onlar canlarını qurban verdilər ki, biz indiki vaxtda, bu dövrdə, bundan sonra da nə qədər həyatımız var, firavan həyat yaşayaq. İnanın ki, mən bu şəhidlər xiyabanına gələndə mənim ürküm durmur. Mən söz əhliyəm, bilirsiniz. Amma mən söz tapmıram, sözün gücü çatmır onlar haqqında danışmağa. O qədər ağır yaradır ki, o yaranı illər keçsə də, əsrlər keçsə də heç nə sağalda bilməyəcək. 5 il keçib üstündən, ancaq sizin yaralarınız hələ də qaysaq bağlayıb, o qaysaq bağlamış yara sızır, həmin qaysağın altından sızır, sağalmayan yaradır. Oğullar var ki, bir evdən tək getdi, bir evin tək evladı oldu. Yerində heç bir nişanası qalmadı, o evin çırağı əbədi söndü. Mən tanıdığım Rüfət balamız var, Abdullah balamız var. Ondan başqa neçə nəfər var ki, onların o evin çırağı əbədi söndü. Elə ailələr var ki, onlarda bir oğlan, bir qız idi. Oğlan şəhid oldu, tək qız qaldı. Fərqi yoxdur, evlad evladdır. İstər 1 olsun, istər 5 olsun, 10 olsun. Yara ana üçün eyni yaradır. Yəni sağalmayan yaradır. Sizin oğullarınız toysuz getdi. Xonçalarınız bağlı qaldı evlərinizdə, əziz analar. Nə bilim, bilmirəm nə deyim mən. Sizin yaranızın üstünə az da olsa su səfə bilmirəm mən. Deyirik, danışırıq, vətənimiz deyirik. Amma bunları heç kim qaytarmır sizə. Qaytarmır. Evlatlarınız. Onlar tək sizin, inanın ki, tək sizin evlatlarınız deyil. Onlar mənim də evladımdır. Vətənini, torpağını sevən hər bir ananın evladıdır. Allah sizlərə səbir versin. Əziz şəhid analar. Burada yatan şəhidlərimizin də ruhu şad olsun. Onların yeri onsuz da cənnətdədir. Allah hər birinizə səbir versin. Hər birinizə dözüm versin. ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر
خير من ألف شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر بسم الله الرحمن الرحيم إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك واستغفر إنه كان توابا صدق الله العلي العظيم. اللهم صل على محمد وآل محمد. اللهم نذر قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن واشف مرضانا وسلم أحيانا بحرمة القرآن. اللهم زينا بزينة القرآن وألبسنا بخلعة القرآن. اللهم بلغ وأوصل ثواب ما قد قرأناه من كلامك المنزل إلى روح المرحوم المغفور المعلوم. Bütün şehitlerimizin ruhu şad, aziz şehidimizin ruhu şad ve bil-Fatiha ma'as-salavat. Allahümme salli ala Muhammed ve ala Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah. Allah rahmet eylesin. Allah şad eylesin. Allah kabul eylesin. Allah sabır versin. Bir milyon yerdən parçalanıb ürəyim, ağrısına dözmək olmur ay həkim. Boşa tonqal qalayıblar sinəmdə, ateşini gəlsən söndür ay həkim. Təzik düşür, gahda qalxır bilmirəm, diz ağrıyır, qulaq çardı görmürəm, nə bəladır, əcəl gəlir ölmürəm, cavan yaşda qocalmışam ay həkim. Soruşursan dərdin nədir, dinləsən, yar köksümü, gəl qəlbimi dinləsən, ürəyimi başqasına verməsən, gücü çatmaz ürəyimə ay həkim. Allah şəhidlərimizin ruhunu şad eləsin, məkanı cənnət eləsin. Bizim ürəyimiz çox parçalandı. Allah bir daha heç kimin, heç bir ananın, heç bir atanın, heç bir bəndəsinin ürəyini belə parçalamasın. Heç bir cavanımıza toxunmasın. Vaxtsız ölüm gətirməsin heç bir evə, ocağa. Bunlar düzdür, ölü demirik, bunlar şəhidlərimizdə, amma yenə də qara torpaq qucağındadır, ana torpaq qucağındadır. Vətən sağ olsun deyib gedib, vətəni xilas edən oğulları vətən ana olub öz boynuna aldı. Ruhları şad olsun, cümlə şəhidlərimizin məkan cənnət olsun, Allah səbir versin. Salih balamızın ailəsinə, anasına, atasına, əzizlərinə, Eldar qardaşımızın ailəsinə, əzizlərinə, bütün cümlə şəhidlərimizin ailəsinə, əzizlərinə səbir diləyirəm. Başınız sağ olsun, vətən sağ olsun, məkanlar cənnət, ruhu şad olsun. O gün olsun ki, qardaşımız da tapılsın, gəlsin, gözümüz yollardan, izlərdən yığışsın, onun da bir məzarı olsun ki, gedib ziyarət edə bilərsiniz. Allah bütün elə möcüzə göstərsin ki, itkinlərimiz də tapılsın, gəlsin. Neçə hələ itkinlərimiz var, onların nəzərləri yol gözləyir. Gözləri yolda, səsdə, qulaqları səsdədir. Yaşım olanına 28 ömrəli Xanolta məktəbin Nuriyev Salihin adına daşıyan sinif otağının şagirdləridir, öz 3 seçim şagirdləri. Bizim müəlliməmiz bir sözə sağ olsun, qardaşı rəhmət edir, sözü səbəblərdən gələ bilmədi. Allah şəhidimizə rəhmət eləsin, onsuz onların yeri cənnətdir, yerləri cənnət olsun, Allah sizlərə səbir versin. Biz özümüzə borc veririk ki, bu sizin yanınızda olaq. Allah bu gül bağları qorusun. Allah deyin atalarına. Atalarına rəhmət. Allah razı olsun. Allah sizdən sağlam olsun. Allah kimizdə olsun. Şəhidlərimizin yaşadan hər bir olaya Allah. Allah sizlərə səbir versin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin hər birinə.
uşaqlar, başlayın şeylərinizə. Mən niyə danışaq? Başla. Salih Nuriyevdir, cavan yaşında canını vətənə verən şəhidim. Zəfər döyüşünə qürurla gedib, evinə bayraqda gələn şəhidim. Qorxu hissi nədir, ona çatmadı. Döyüşdü, sona can bir an yatmadı. Bir addım geriyə addım atmadı. Şəhid olacağım bilən şəhidim. Anan nigarandır, şəhidim səndən. Baxıb utanırım sonsuzda dəndən. Canı bahasına ana vətəndən, düşmənin ayağını kəsən şəhidim. Minlərlə şəhidlər, Polad mübariz, hər bir şəhid bizə əzizdir, əziz. Həm atan, həm anan, həmçinin də biz sizinlə fəxr edir vətən şəhidim. Sonra kim danış aynen. Məzarlar qazıldı, saysız hesabsız, dağ boyda igidlər bayraq uğrunda. Bu millət yolunda, vətən yolunda, torpağa getdilər, torpaq uğrunda. Şəhidlik ən böyük zirvədir onsuz, şəhidlik əbədi yaşam deməkdir. Xalqın hər şeydir bu millət üçün, ən əziz, ən böyük adam deməkdir. Dik saxla başını şəhid bacısı, şəhidlər olmuyor, yaşayır yenə. Bir qardaş itirdin, 100 qardaşlar, bütün qeyrətlilər qardaşdır. Mən şəhidəm, ölməmişəm, küləklərə qarışmışam. Mən şəhidəm, ölməmişəm, küləklərə qarışmışam. Vətənimin havasına cismim köçüb bu dünyadan. Ruhum qaransızın iləri, şirin bir xəyala dönür. Kim məni arzulasa, tez gələrəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu. Unutdular o bozqurdu, içdim var Azərbaycan. Yağmur tek. Şaman ağla, tənim ağla, gidişim Qarabağla, övladım ağla, yaxsaqla, bilirsən ki, şəhidim var. Göz yaşımı gülməsinə, sus danışma, ləxmə demə, boyma dedim, layla demə, bilirsən ki, şəhidim var. Günəş göydən gecə etmə, qərib əlləri isitmə, şəhidim var, uzaq getmə, bilirsən ki, şəhidim var. Ana vətəndir qundağı, qoy rahat olsun torpağı, cənnətdir şəhid yatağı, Azərbaycan şəhidim var. Bir şey yapmamıştı. Yine candan can ayrıldı. Şehidim var Azerbaycan. Vətən sağ olsun deyən yiğidim var Azerbaycan. Bu torpağa qan tökmüşüm. Şəhid verib diz çökmüşüm. Sanmasınlar biz ölmüşük. İgidim var Azerbaycan. Düşmən bizi oyun qurdu. Viran etdi gözəl yurdu. Unutdular o bozqurdu. İgidim var Azerbaycan. Ana 18 il böyütdü oğlu, vətən 18 ay qoruya bilmədi. Hər gün, hər gecə gezlədi yolu, oğul bir daha dönə bilmədi. Necə evin çırağı söndü, çox körpə atası görə bilmədi. Ananın həyatı zülmətə döndü, oğul bir daha dönə bilmədi. Rəvan de. Ey mənim həyatım, ey mənim canım. Bağışla sizləri yarım olsun. Körpələr, qadınlar ölməsin deyə və vətən uğrunda şəhid olsun. Bağışla qurban olub ağlama. Verdiyim sözləri tuta bilmədim. Vətəni edən sətirdən cümlərdə oturub kənarda dura bilmədim. Allaha əmanət edirəm sizi. Həyatı doyunca yaşayasınız. Yarıda qoyduğum xəyallarımı mən var imiş kimi yaşadasınız. Asla basıb torpağa, orada şəhid nəfəsi var. Qan qarxmış o qalçıqda, sönmüş şəhid həvəsi var. Qurbanım, yavaş gəlir. O dağlarda, o daşlarda, qaraşalı bir ananın, dağlar burada yarası var. Neçə anlar qaldı oğulsuz uşaqlar? Neçə anlar qaldı oğulsuz uşaqlar? Oldu artıq dərdi. Çoxları qaldı evdə yardım. Əlində zirvəyə qaldı şəhidlər. Anlar ən çox fərxət edirlər. Hər gün, hər cizə xəyət edirlər. Hər şey oxunun yolu göndər. Bəlkə də bir gün gələr dedilər. Yaqub, bir an bizi bura gəl.
Asta basın o torpağa, orada şəhid nəfəsi var, qan qarışmış, o palçıqda sönmüş şəhid həvəsi var. Qurban olun, yavaş gəzin, o dağlarda, o daşlarda. Qara şallı bir ananın dağlar burada yarası var. Qatil gülləsi qurban gedəcək. Dik saxla başını şəhid bacısı. Şəhidlər ölməyib yaşayırlar. Bir qardaş itirdiniz, qardaş tapdı. Bütün qeyrətlər qardaşdır sənə. Onlar da çağırdı, üçü də. Onlar necə çağırdı? Bir də Bu il 2025-ci il tarixində zəfərimizin 5 ilini qeyd edirik həm də. Bu zəfəri bizə bu oğullar yaşadıb, bu qəhrəmanlar yaşadıb. Mən də bu sabah Rəmziyə ananın dilindən qəhrəman şəhidimiz Salehin xatirəsinə bir şeir həsr eləmişəm. Zəfərin mübarək bala. Baxıram hər kəsdə qürur hissi var. Zəfərin 5 il ötür, ay bala. Hər kəs həyəcanla qeyd edir onu. Göz yaşım qəlbimə gedir, ay bala. Səninlə birlikdə qeyd edərdim kaş. Mən də bu zəfəri, gələn bayramı, evimdə süfrələr qurulan zaman gözlərim deyir ki, bəs oğlum hanı? Sən mənim zəfəri yazan balamsan. Dayın tək qəhrəman bir igid oldun. İllərdir yığılıb qalan qisası o mənfur düşməndən sən özün aldın. Kamran deyəndə yanırdı qəlbim. Qardaş həsrəti ilə, qardaş dərdi ilə. Salihim, səni də şəhid verəndən deyirəm ay Allah, mən varam niyə? Axı dözmək olmur bala dərdinə. Hər günüm göz yaşı, hər günüm kədər. Bəlkə də cənnətdə qovuşsam ona, mənim ürəyimin həsrəti bitər. Bəlkə də cənnətdə qovuşsam ona, mənim ürəyimin həsrəti bitər. Ruhu şad olsun qəhrəmanımın və bütün şəhidlərimizin zəfəri mübarək olsun. Yaxın dayanır, şəhid analarından xatirə çəkilsin.